Hər kəsə salam. Deməli belə. Mən Xəyal Hüseynov, X-Labs-ın həm CEO-su, həm rəhbəriyəm. Deməli, bu günlərim fərqli bir mövzudan RVI və DeFi-ın vəhdətindən danışacağıq. Nə üçün bəs RWA və DeFi günümüzün maliyyə institutlarını dəyişməyə can atır. Ümumiyyətlə, kriptoda ümumiyyətlə, bildiyiniz kimi, kriptoda hər şey hype'larla başlayır və hər sezon hype'la gəlir. Bu günlərin mövzumuz hype'lardan və ya hansısa bir sezonlardan, meme coinlərdən, bullrunlardan deyil, tamamilə fərqli, bir çoxları üçün uzaq olan, amma əslində böyük pulların harada olduğunu göstərən sahədən danışacağıq. Bu, RWA və DeFi-ın vəhdətidir. Kriptoda bilirsiniz ki, hazırda ümumi bazar dəyəri 4 trilyona yaxındır. Və mən düşünürəm ki, növbəti trilyon dollarlar kriptoya məhz RWA vasitəsilə gələcək. İndi 10 dəqiqə ərzində çalışacağım sizə bunun niyə olduğunu izah edim. Deməli, hazırda burada bir çox adam kripto ticarəti edir və bildiyimiz kimi istənilən token almaq üçün bizə cəmi 30 saniyə vaxt kifayət edir ki, istədiyimiz birjada tokeni seçək, bir kliki basaq və tokenimizi əldə edək. İşin digər tərəfinə baxanda, misal, investor Dubayda əmlak əldə etmək istəyir və ya əmlakın bir hissəsini əldə etmək istəyir. Bunu etmək üçün ona günlər, aylar, hətta bəzən aylardan da böyük vaxt lazım olur və RWA və DeFi vəhdəti məhz bunun həllinə çalışır. Bildiyimiz kimi, ilk öncə infrastruktur yaranır, sonra infrastrukturun üstündə yeni bizneslər qurulur. Misal olaraq deyə bilərəm ki, Google-ı internet yaradıb. Yəni, ilk öncə internet yaranır və onun üzərində Google qurulub. Və ya smartfonlar Apple yaradıb, messengerlər Meta kimi bir şirkət yaradıb. Və bu trend həmişə davam edir. Və növbəti burada məntiqi addım blockchain-in yeni finansal sistem yaratmasıdır. Çünki artıq infrastruktur hazırdır, insanlar kripto ilə tanışdır və işlək bir platforma var. Bu platforma bizə dünyada hazırda olan bütün aktivləri blockchain üzərinə keçirtməyə bir stimul verir. Baxın, əslində kriptoda olan adamlar kripto bazarının böyük olduğunu təsəvvür edirlər. Qlobal maliyyə bazarları üçün kripto çox kiçikdir, cəmi 4 trilyon. Gördüyümüz kimi burada rəqəmləri də göstərmişəm. Təxmini dəyərli 500 trilyondur qlobal marketin və bu marketin cəmi 4 trilyonu kripto marketdədir. Real estate. Dünyada hazırda ən böyük likvid və dəyəri olan real estate, yəni daşınmaz əmlak və hazırda şirkət olaraq bir neçə nümunə də verəcəm. Biz hazırda real estate-in RWA üzərinə keçirilməsi ilə məşğuluq. Artıq 4 proyekti təhvil vermişik. Ümid edirəm ki, burada daşınmaz əmlakla məşğul olan böyük investorlar və ya şirkət sahibləri də var. Onlar üçün də bu mövzu maraqlı olar. Deməli, bizim Abu Dhabi'dən bir balaca keysimiz var. Bir nəfərin böyük bir ateli var idi və bu ateli heç cür sata bilmirdi. Bu ateli satmaq üçün biz bu ateli kiçik hissələrə bölüb, tokenləşdirib, yəni RWA-yə keçirdib və platforma üzərindən satışa təqdim etdik və cəmi 3 gün ərzində bütün hissələri alındı. Hissə əldə edən insanlar gəlirləri avtomatik alırlar, heç kəsdən asılı deyirlər və istədikləri vaxt öz hissələrini sata bilirlər. Yəni, bu çox likvid bazardır. Burada böyük bir sual var. Kripto niyə RWA və DeFi-yə gedir? DeFi ümumiyyətlə sektor olaraq çox effektiv sistemdir. Siz öz pullarınızı heç kəsə vermirsiniz, öz cüzdanınıza saxlayırsınız. Üçüncü kontragent yoxdur və bura real dünyadan pulları inteqrasiya edəndə tamamilə fərqli bir mənzərə yaranır. RWA burada olanlar üçün qısa dillə desək, proqramlaşdırılmış aktivlər deməkdir. Yəni, pulların proqramlaşdırılması deməkdir. Bir çox adam bunu nəsə tokenlərlə bağlayır. Misal üçün, Ondo Finance var. Amerikanın dövlət istiqrazlarını, Amerikanın dövlət borcunu hazırda Ondo Finance vasitəsilə tokenləşdiriblər və dünyanın hər yerindən istənilən insan bunu 7-24 ticarət edə bilir. Böyük üstünlüklər nədədir? İlk növbədə qlobal bazarlara açılış, yəni qlobal finanslara açılım. Bu, kiçik yatırımcılar üçün çox böyük bir fürsətdir. Misal, hansısa bir ölkədə atel hissədarı olmaq istəyən adamın indən sonra 10 milyon, 20 milyon, 50 milyon vəsaitə ehtiyacı yoxdur. $1000 belə paketini alıb, həmin $1000 ekvivalentində
əmlakın özünün qiymət artımından yararlana bilər və arenda gəlirlərindən öz fisini həmişə əldə edə bilər. 24/7 ticarət oluna bilən bazar. Bu bazarın ən böyük üstünlüyü alğı və satqı edilən zaman sizə ortada kontragentlərin, realtorların, notariusun və digər belə bu tipli qurumların ehtiyacın olmamasıdır. Ümumiyyətlə tarixə baxdığımızda görürük ki, tarix həmişə effektivliyi sevir. Biznes həmişə effektiv olan yönə istiqamət götürür. Hazırda effektiv olan istiqamət nədir? Məsəl üçün əvvəl məktub var idisə, bu məktublar daha sonra maillərə, sonra messengerlərə keçid etdi. Ondan sonra cash pool, indi artıq hər kəs digital pul istifadə edir. Və əvvəl fiziki ticarət isə indi ticarət ən çox marketplacelər üzərindən baş verir. Və bunun məntiqi sonluğu olaraq hazırdakı dəyərlər, yəni real həyatda gördüyümüz, məsəl üçün bu obyektin özü də, bunların hamısı tokenləşdirilir və tokenləşdirildikdə daha asan idarə olunur və ticarət edilir. Wall Streetdə artıq böyük pullar bu istiqamətdə çoxdan keçid ediblər. Bildiyimiz kimi böyük pullar adətən böyük zaqoloviklarla danışmırlar, onlar hərəkətlə göstərirlər. BlackRock və JP Morgan artıq çox böyük investisiyalar edib bu sahəyə və bu sahəyə investisiyalar əsasən hazırda daşınmaz əmlak üzərindən edilir. Deməli, təsəvvür edin 2030-cu ilin portfelini. Sizə portfel yığmaq üçün cəmi bir tətbiq, interfeys, öz ID-viz və başqa heç nə lazım deyil. Siz bu portfeldə Dubaydan hansısa bir əmlakın hissəsini, Amerikanın dövlət borcunu, qızıl, Yaponiya banklarının hissə paylarını və Avropa kredit defoltlarını əldə edə bilərsiniz. Prezentasiyanın adı növbəti trilyon dollar hardan gələcək idi və biz düşünürük ki, növbəti trilyon dolların kriptoya gəlməsi üçün kriptoda heç bir hype-ın köməyi olmayacaq. Bu növbəti trilyon dollar yalnız və yalnız real iqtisadiyyatdan gələcək. Artıq var olan pulların elektronlaşmasından gələcək. Biz hazırda tarixin ən böyük kapital inteqrasiyasının astanasında dayanmışıq. Çünki infrastruktur hazırdır və kapitalın axınını təmin edən əmlaklar artıq hazırdır. Sadəcə nə qalıb? Həmin əmlakları blockchain üzərinə keçid etməsi. Onun üçün burada olanlar fikirlər, məsəl üçün hamının sualı var ki, növbəti Bitcoin nə olacaq, növbəti Ethereum nə olacaq və ya növbəti Polkadot nə olacaq? Sualı biraz fərqli bucaqdan vermək lazımdır. Sualı növbəti sistem artımı nə olacaqdır? Və blockchain dünyada hazırki finansal sistemin öldürmək üçün deyil, onu sadəcə qlobal etmək üçün, hər kəsə daha açıq, daha şəffaf və daha əlçatan etmək üçün var. Bu qədər. Xəyal bəy, çıxış üçün təşəkkür edirik. Çox sağ olun.